Futbolu bu adamlar sevir. Azərbaycan futboluna bu adamlar xidmət eləyir. Azərbaycan futboluna bu adamlar dəyər verir. Ötən dəfə Dinamonu misal çəkdi, indi Şəfanı misal çəkdi. Akademiyaya diqqət ayıran, akademiya klublarını saxlayan. 100%. Bu arada mən belə nacizanə federasiyanın, məsəl üçün, bəlkə də bu bizim belə o bir söz var, deyir mənim dədəmin komandası da deyil. Yəni mənim bir komanda ilə bir belə hər hansı bir əlaqələrim də yoxdur. Məsəl üçün, mən Azərbaycan Futbol Federasiyasında işləyən insanların yerində olsaydım, Dinamonu gələn mövsüm 1-ci liqada oynadardım. Niyə görə? Çünki Azərbaycanlı uşaqlar ki orada var, yəni 300-ə yaxın Azərbaycanlı uşaq orada hal-hazırda futbolla məşğuldur. O kluba dəstək niyyəti ilə birbaşa o klubu hətta birinci, ikinciyə tutmadan belə birinci liqaya vəsəqə qazansa o klub, siz təsəvvür edin ki, oradan nə qədər uşaq yetişə bilər Azərbaycan futbolu üçün.